Salam, bugünkü mövzumuz Azərbaycan Respublikasının gölləri mövzusundadır. Respublikamızda ümumilikdə belə deyək bir sıra göllər vardır. Bu göllərin ümumi sayı 250-yə yaxındır, amma onların sahələri, əksəriyyətinin sahəsi 0,1 kilometrdən azdır. Əksəriyyəti xəritədə yoxdur. Deməli sahəsi deməli 1 kvadrat kilometrə çatan və ondan böyük olan göllərin sayı isə 25 dənədir cəmi. Göllərimiz Respublikamızın ərazisində əsasən Kiçik Qafqazın gördüyümüz kimi birinci xəritədə Kiçik Qafqazın yüksək dağlığında, qismən də orta dağlığında yayılıb, əsasən bu hissədə. Daha sonra Kür çayının sahilində, bunlara Kürün axmazları deyirlər. Yerləşir bir də Abşeron Qobustan, daha doğrusu Abşeron yarımadasında cəmlənmişdir. Dağlıq ərazidə də bir sıra göllərimiz vardır. Deməli, Azərbaycan Respublikasında olan bu göllərin mənşəyi bir-birindən fərqlənir. Mənşəyinə görə tektonik mənşəli göllər var, vulkanik mənşəli göllərimiz var, buzlaq mənşəli göllərimiz var, uçqun mənşəli göllərimiz var, həmçinin laqun mənşəli göllərimiz vardır. Başlayaq deməli Abşeron yarımadasında yerləşən göllərdən. Deməli bu göllər əsasən belə deyək, Abşeron yarımadasında Bakı və Bakı ətrafı ərazilərdə və Abşeron ərazisində yerləşir. Deməli bunlara Böyük Şordur, Masazırdır, Kürdəxanıdır, Binəqədidir, Xocəsən kimi gölləri misal göstərə bilərik. Deməli ərazicə hansı ərazidə yerləşir, bunlara baxaq. Məsələn, Masazır gölü burada yerləşir. Deməli Abşeron ərazisində Böyük Şordur, Bülbülədir, Kürdəxanıdır, Masazır, daha doğrusu Binəqədidir. Bu göllər yerləşir Bakı ərazisində, rayonun ərazisində. Deməli, Xocəsən gölü görürük bu hissədə. O da Bakı ərazisinə aiddir. Daha sonra bunlar əsasən belə deyək, tektonik mənşəli göllər hesab olunur və şorsulu göllərdir. Daha sonra Şabran rayonu ərazisində burada Ağzıbirçala gölünü görürük. Bu gölün mənşəyi laqun mənşəli göl hesab olunur. Bu göl belə deyək, şorsulu göldür. Daha sonra Kür çayının sahilində belə deyək, Kürün axmazları adlanan göllər vardır. Meandrların sonraki fəaliyyətindən, daha doğrusu formasında yaranan göllərdir bunlar ki, Kür çayının suyu ilə qidalanırlar. Bunlara Ağstafa rayonu ərazisində Candar göl, daha sonra Kürün deməli Kür Araz ovalığında burada Ağ gölü, Sarsu gölünü, Hacıqabul gölünü və Duzdağ gölünü misal göstərə bilərik. Bu göllərin deməli yerləşdiyi ərazilər, rayonlar olaraq baxaq. Duzdağ Salyan rayonu ərazisində yerləşir. Daha sonra Sarsu gölü İmişli və Sabirabad rayonu ərazisində yerləşir. Gördüyümüz kimi İmişli və Sabirabad rayonu ərazisində yerləşir. Ağ göl Ağcabədi və Beyləqan rayonlarının ərazisində yerləşir. Daha sonra Candar göl Ağstafa rayonu ərazisində yerləşir. Və burada qaldı Hacıqabul gölü Şirvan və Hacıqabul rayonlarının ərazisinə düşür. Bu göllərin hamısı mənşəyinə görə sayılır çay-dərə mənşəli göllər, yəni Kürün axmazları başqa sözlə adlandırılır. Daha sonra deməli Acınahur gölü var burada. Şəki və Qax rayonlarının sərhəddində yerləşir. Deməli və Qəbələ rayonu ərazisində Tufangöl dağlıq mənşəli göldür. Acınahur gölü tektonik mənşəlidir. Tufangöl də buzlaq mənşəli göl hesab edilir. Daha sonra Kiçik Qafqaz ərazisinə baxaq. Kiçik Qafqazda Kəlbəcər rayonu ərazisində Kiçik Alagöl və Böyük Alagöl yerləşir. Bu göllər hər ikisi tektonik mənşəli vulkan və vulkan bənd, yəni tektonik mənşəli göllər hesab olunur. Sonra Göygöl rayonu ərazisində Göygöl, həmçinin Maralgöl yerləşir və burada Şəmkir rayonu ərazisində də Şəmkir Göygöl adlandırılan ayrıca bir göl vardır. Daha sonra Şahbuz rayonu ərazisində Batavat və Qanlı gölləri də görə bilərik ki, bu göllər də uçqun mənşəli şirinsulu göllər hesab olunur. Yuxarıdakı xəritədə deməli qırmızı rənglə verilən göllər şorsulu, deməli Acınahurdur, Ağzıbirçaladır, Ağgöldür, Sarsu göldür, Hacıqabuldur, Duzdağdır və Bakı Abşeron yarımadasının gölləri. Bunlar duzlu göl, göy rənglə verilənlər isə şirinsulu göl hesab edilir. Deməli, sual yaranır ki, niyə Kürün axmazı olmasına baxmayaraq Ağgöl, Sarsu göl və digər Hacıqabul göl duzlu, amma Candar göl şirinsulu göldür. Çünki burada buxarlanmanın miqdarı nisbətən artdığına görə, deməli, Kürün sahilində burada onlar getdikcə şoranlaşır və duzun miqdarı artdığına görə şor göllərə çevrilə bilirlər.
Kiçik Qafqazda yerləşən və Naxçıvanda Şahbuz rayonunda yerləşən göllər, Göl hissi, Patapat gölü isə bunlar hamısı demək olar dağlıq ərazidə olduğuna görə bir qayda olaraq yadda saxlayaq ki, şirinsulu göllərdir. Və bəzi çoxsu da demək olar axarlı göllərdir. Həmçinin buzlar mənşəli Kiçik Qafqazın Qəbələ rayonları arasında, daha doğrusu Böyük Qafqazda Qəbələdə yerləşən Tufan göl də şirinsulu göl hesab olunur. Ümumiyyətlə bir əsas məqamı yadda saxlayaq ki, şirinsulu göllər dağlıq ərazilərdə olur və axarlı olur əksəriyyəti. Böyük bir hissəsi. Duzlu göllər isə düzən ərazidə olur və əksəriyyəti axarsız göllər hesab olunur. Respublikamızda sahəsinə görə ən böyük göl, deməli, sahəsinə görə ən böyük göl Sarısu göldür. Sarısu göldür ki, bu göl İmişli Sabirabad rayonları arasında yerləşir. Ondan sonra Ağgöl var, sonra Ağzıbirçala gölü var, Candar göl var, ardıcıl olaraq bu göllər deməli böyüklüyünə görə, sahəsinə görə fərqlənir. Dərinliyinə görə isə, belə deyək, dərinliyinə görə isə seçilən göl Göygöldür. Daha sonra Şəmkir Göygölü adlanan bir göl var burada. Xəritədə düşməyib və Maral göldür ki, bu üç göl dərinliyinə görə seçilir. Göygölün dərinliyi 93 metrdir. Maral gölün dərinliyi 61 metrdir. Şəmkirdə yerləşən Göygölün dərinliyi isə 66 metrdir. Bundan başqa göllərin qidalanma mənbələri var, yəni fərqlidir. Məsələn, Abşeronun gölləri qidalanmasına görə yeraltı sularla qidalanır və bir də insanlar tərəfindən axıdılan antropogen sularla qidalanır. Kürün ətrafında yerləşən, daha doğrusu Kür çayının axmazları sayılan göllər isə Candargöl, Ağgöl, Sarsıgöl, Hacıqabul, Duzdağ gölü bunlar Kür çayının suyu ilə qidalanırlar. Kür deməli suyu daşdığı vaxtda bu çay göllərdə də suyun miqdarı artır. Bundan başqa respublikamızda yerləşən göllər belə deyək, çox böyük deyil, amma onların təsərrüfat əhəmiyyəti vardır. Çünki bu göllərdə məsələn Göygöldür. Göygöl rayonunun, şəhərinin əhalisi içməli su kimi, yəni məişətdə istifadə edir həmin gölün suyundan. Daha sonra məsələn Kür-Arazın deməli gölləri əksəriyyəti və Xəzərin ətrafındakı göllərdən belə deyək, minlərlə köçəri quşlar yaşayır həmin göllərin sahilində. Daha sonra belə deyək, Bakı-Abşeron ərazisində yerləşən göllərdən həddindən artıq duz olduğuna görə burada bu göllərdən çökmə duz emalı üçün istifadə olunur və duz çıxarılır həmin göllərdən. Mövzumuz bu qədər.